Əziz əkinçilər, bu günləri 9 noyabr 2025-ci il Şəki rayonunun Cumakənd kəndinə gəlmişik. Gördüyünüz bu əkin sahəmizdə Sakata şirkətinə məxsus olan Şəmkir Aqronun təqdim etdiyi kələm çeşidimiz, 80-90 günlük kələm çeşidimiz Şarmant F1 çeşidi əkilibdir. Ştillərimiz deməli sahəyə köçürülübdür 2 sentyabr 2025-ci ildə. Maşallah olsun, bugünkü gündə ştillərimizin müddəti deməli 60 neçə günlük eləyir? 68 günlük ştillərimizi sizə göstərirəm. Maşallah olsun. Bükümlər görürsünüz ki, bütün ştillərimizdə eyni qaydada bərabər boylu bükümlər gedir. Allah xeyir versin, xeyirli, bərəkətli olsun. Şarmant F1 çeşidimiz çatlamaya qarşı yüksək dözümlülük göstərir, xəstəliklərə qarşı yüksək dözümlülük göstərir. Sahəmizdə də baxsanız görə bilərsiniz, bütün ştillərimiz sağlam ştillərimizdir. Bükümlərində də heç bir problem yoxdur. İnşallah ki, noyabrın axırında bu sahəmizdən yığımlar başlayacaq. Gəl buradan bütün ştillərimizi belə sağ sollu rahat çəkçinə bükümlər qoy, tam rahat çıxsın. Maşallah olsun, qəladır. Allah xeyir versin, xeyri bərəkətli olsun. Bax, buradan da çək, buradan da o cızları da çək. Görsünlər ki, bütün cızlarımızda, yəni hamısında rahat bükümlər gedir. Allah xeyir versin. Şarmant F1 çeşidimiz yumru kələm çeşididir. Çəki olaraq 2 kilo yarım rahat çəki verir. Həm də baş kələmidir. Elə bir yumru baş kələm çeşidimizdir. Maşallah olsun, əladır bükümləri də. Gəl buradan görsət bükümlərimizi. 68 günə olan nəticədir bunlar. Xeyirli olsun. Gəl bura. Güzel.